Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Deməli, idmanla İslam idman mövzusu var. Deməli, bu mövzu haqqında mən uzun illərdir fikirləşirdim ki, bu mövzuda bizim bir əsərimiz yoxdur və istəyirəm ki, idman İslamda mövqeyi, yəni İslam idmana necə baxır, bu mövzuda istəyirdim ki, bir əsər yaradım. Çünki bizim Peyğəmbərimizdən, imamlardan hədislər gəlib yetişib ki, idmanla bağlı hədislər vardı. Hətta Peyğəmbər əleyhissalam hədislərdə var ki, buyurub ki, öz övladınıza valideynin borcu budur ki, yaxşı bir ad qoysun və ondan sonra da onu yazı yazmayı, qələm tutmayı, oxumağı, ox atmağı, üzməyi öyrətsin, bu valideynin borcudur. Əmir Əl-Müminin Əli əleyhissalamın da kəlamı var, İmam Cəfər Sadıqdan kəlam var. Yəni ki, insanın idman əlbət ki, sağlamlıqdır. Əlbət ki, biz namaz qılmağı burada idman kimi qələmə vermirik. O, ibadətdir, namaz ibadətdir, Allahla rabitədir. Amma hər bir hərəkətdə bir sağlamlıq var. Hərəkət özü həyat deməkdir. Və bu məqsədlə mən o kitabı tərtib eləmək arzusunda oldum və buna həm də nail oldum mən. Deməli, həm İslamda idman bu mövzu işlənməyib, ilk işlənən bir mövzudur, həm də idmancı şəxsiyyətlər, İslam, müsəlman idmançıları, yəni iki mənada bu kitabı mən birinci kitabı tərtib elədim 1996-cı illər idi. Deməli, uzun illər mənə çoxları sual verir ki, necə oldu məşhur boks şahı, boks kralı Məhəmməd Əli Cassius Clay haqqında sən kitab tərtib edin. 97-ci ildə mənim İslamda idman və boks şahı Məhəmməd Əli adlı o kitabım çapdan çıxmışdı və mənə bu sualı verirdilər. Hətta o kitab çıxandan sonra deməli, qəzetlərdə məqalələr getdi. Məhəmməd Əlinin buzolmalı dostu bələdçini bir başlığı altında məqalə getmişdi. Burada onu göstərə bilərsiniz. Deməli, hətta misal üçün mən o kitabı tərtib, yəni boks şahı Məhəmməd Əli haqqında, İslamda idman və boks şahı Məhəmməd Əli haqqında kitabı tərtib eləyəndə uzun illər idi, mən məlumatlar yığırdım onun haqqında. Gəldim, yetişdim ta bu yerə ki, yəni məqsədim onun haqqında kitab yazmaqdan bu idi ki, iki cəhəti onda mən üstün bildim. Yəni birinci bu idi ki, bu insanın əvvəlinci budur ki, İslamı qəbul eləmişdir. Bildiyimiz kimi Məhəmməd Əli özü Cassius Clay zəncidir, həm də qabaqda xristiyan olub. İslamı qəbul eləyib. Birinci də onun İslamı qəbul eləməyi və ondan sonra da İslamı qəbul eləyəndən sonra öz Cassius Clay adını dəyişib, Məhəmməd Peyğəmbərin adını, Əli əleyhissalamın adını, Məhəmməd Əli adını götürməkdir. Və çox maraqlıdır ki, yəni bu insan bir bu idi, birinci İslam, ikinci də bu idi ki, həm də o öz milli, öz xalqına, ənənəsini sadır bir insandır. Çünki ilk dəfə çempion adını alanda qızıl medal verirlər ona, ilk dəfə o qızıl medalı alır, mən bunu jurnallardan oxumuşdum, o qızıl medalı alır, aparır, dənizə atır. Deməli, jurnalistlər buna gəlib sual verirlər ki, hamısı qızıl medalı alır, boynunu asır ki, çempion olubdur, dünya çempion olub. Amma sən o qızıl medalı dənizə atdın, səbəbi nədir? O zaman da Məhəmməd Əli deyir ki, mən o qızıl medalı ona görə dənizə atdım ki, mən birinci xalqım lazımdır. Mən bu yaxında deyir, mən bir yeməkxanaya getdim, restorana, Amerikada, dostlarımla. Bizi o yeməkxanaya buraxmadılar. Dedilər, siz qara dərlisiniz, qara dərlilərə bura olmaz, bura böyük adamların yeridir. Mən baxdım, gördüm ki, mənim millətimə alçaq nəzərindən baxırlar və amma mənim boynuma qızıl
taxırlar, ancaq xalqımı əzirlər. Ona görə qızılı apardım, attım ki, dedim ki, mənə boynuma qızıl salmaq lazım deyil, amma mənim xalqıma hörmət eləmək lazımdır, onun azadlığını mən istəyirəm. Və bu cəhətlərə görə mənim Məhəmməd Əlilindən xoşum gəldi və onun haqqında kitab tərtib elədim 96-cı il. Sonra həmin kitabı apardım Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev, Ağacan müəllimi yanına və bu mənaya ki, bu kitab boks haqqındadır, həm boks Şah Məhəmməd Əli haqqındadır ki, mənə bir məsləhət versin və bu kitaba bir ön söz yazsın. Ağacan müəllim məni çox gözəl qarşıladı və hətta o əl yazmanı aparmışdım, ona təqdim elədim, oxudu, xoşuna gəldi, ön söz də yazdı. Amma mənə bir təklif verdi Ağacan müəllim ki, mən bu yaxında dedi, biz Amerikaya gedirik, Məhəmməd Əlinin adına bir boks turniri keçirilir və əgər istəsən, mən səni özümlə ora apara bilərəm. Təəssüf olsun ki, müəyyən səbəblərdən mənə qismət olmalı getmək, amma mən xahiş edim Ağacan müəllimdən ki, əgər mümkün olsa Məhəmməd Əli ilə görüşəndə siz ona məlumat verirsiniz ki, onun haqqında kitab hazırlayıram mən və kitabı çapa vermirəm. Bir dənə öz əksindən versin, öz imzası ilə. Bu zamanda o mənə dedi, mütləq onu mən ona çatdıraram. Və artıq Ağacan müəllim Amerika səfərinə getdiyi Məhəmməd Əli ilə görüşdü orada və o səfərdən gələndən sonra məni çağırdı və dedi mənə ki, bəs görüşdüm və ona məlumat verdim. Deməli, Ağacan müəllim Məhəmməd Əli ilə görüşəndə onun yanından bir albom götürüb gəlirdi. Məhəmməd Əlinin haqqında olan albomdur. Deməli, 300 şəkil var bu albomda. 30 illik Məhəmməd Əlinin həyatını əks etdirən şəkillərlə zəngindir bu albom və o albomda ona 2 yerdə Məhəmməd Əli imza eləyibdi o albomu. Bir albomun üstündə öz imzasını yazıb, onun da imzası Latın əlifbası ilə Muhammed Ali. Bir də albomun içində 1964-cü ildə əlində Qur'an-ı Kərim İslamı qəbul eləyən məqam şəkili vardı. Həmin o şəkilin altında albomu bir də orada imza atıbdı ki, bəs deyib Ağacan müəllimə, hacıya deyərsən ki, mən elə öz necə qəbul edilmişəm, öz əqidəmdə qalmışam və yaşayıram. Və sonra Ağacan müəllim mənə dedi ki, o məndən soruşdu ki, Bakının haralıdır bu, ne üçün onun özü gəlməyib müəllifin? O dedi, müəyyən səbəblərə görə gələ bilməyibdi və o haralıdır, Ağacan müəllim deyir, mən dedim, o bu zornalıdır. O zaman da Məhəmməd Əli soruşdu ki, mən Gəncə adı eşitmişəm Azərbaycandan, Qarabağ adı eşitmişəm, amma bu zorna adını mən birinci dəfə eşidirəm. Və bu söhbətlərdən sonra qəzetlərdə Məhəmməd Əlinin bu zornalı dostu, yəni həmin bu söhbətdən ortaya gəldi ki, bu adda bir məqalələr dərc olurdu o vaxt qəzetlərdə. Məhəmməd Əli bunu göndəribdi mənim üçün hədiyyə, yəni Məhəmməd Əlidən yadigardır. Ağacan Əbiyev, bu Boks Federasiyası prezidenti Ağacan Əbiyev bu albomu götürüb gəlib və həmin o albomun üstündə Muhammed Ali, bu onun imzasıdır, özü burada imza atıbdır, hədiyyə kimi öz xətti ilə Muhammed Ali yazıldı burada. Və bir də bu albomun içərisində bir şəkil var, bir yer var ki, orada da imza qoyubdur. Həmin yerdə bu şəkildir. Bu şəkildə Muhammed Ali İslamı qəbul edən mərasimdir. Burada İngiliscə yazıb ki, Allah birdir, Muhammed onun Rəsuludur. Və bu imza aşağıda. Bu onun öz əli ilə, qara tuşla, qara çərlərlə, öz əli ilə Muhammed Alinin imzasıdır. Burada da Muhammed Ali, onun imzası Latın əlifbası ilə, Kirin əlifbasına da oxşayır, Muhammed Ali yazır, öz adını yazır. Və həmin mərasimdə Qur'an əlində o İslam dinini qəbul edir. Və bu albomda çox maraqlı şəkillər vardır. Yəni Məhəmməd Əli burada namaz qılmağı, ailəvi Məhəmməd Əlinin namaz qılmağı, Məhəmməd Əlinin ailəsinin şəkili, qızlarının şəkili, hətta Məhəmməd Əlinin
çox maraqlıdır ki, o Məhəmməd adını özünə ad götürüb, Əli adını soy adı götürüb, familiya götürüb özünə. Təsəvvür elə bütün ailə İslamı qəbul ediblər. Məhəmməd Əlinin 6 dənə qızı var, bir dənə oğlu. Çox maraqlıdır ki, qızlarının adı Rəşidə, Leyla, Məryəm, hamısı müsəlman adlarıdır. Oğlunun adı Əsəd. Hamısının da adlarının yanında övladlarının Əli sözü yazılır. Məsələn, albomda onların əksləri var, ailəsi, qızlarının şəkilləri, amma adlarında Leyla, Leyla, Əli. Yəni, Əli onun soyadıdır. Rəşidə, Rəşidə, Əli. Məryəm, Məryəm, Əli. Əsəd oğludur, Əsəd, Əli. Çox İslama, müsəlmançılığa bağlı bir insandır və bu albomda çox maraqlı əkslər var. Onun Quran oxuması, namaz qılması, İslamı təbliğ eləməsi, zülmə etiraz eləməsi, çıxışları var burada, İngilis dilində yazılıb və bu albom da ondan yadigar gəlib, yetişmiş. Yəni, Məhəmməd Əli ilə o ki, deyirlər, bu zamanın axındı Hacı Sultan Məhəmməd Əli ilə dostdur. Yəni, bizim bu dostluğumuz qiyabi dostluqdur. Amma sonra, yəni ki, bizim bu jurnalı Emin Zeynalov var, deməli, boks üzrə idman ustasıdır, neçə dəfə Respublika çempionu olub. O Emin Zeynalovun qohumları var Amerikada, 2 dənə cavan oğlandır, onlar da məşhur cavan boksçulardır, Emil və Rüfət. Onlar Amerikada ad qazanıblar, çox qalib olublar boks üzrə. Həm də Emil Rüfət, belə tanınırlar onlar Amerikada. Emil Rüfət Bakı, belə tanınırlar. Ləqəbləri də məğlub edilməz qardaşlar. Bu uşaqların ləqəbləri Amerikada yaşayırlar, cavanların məğlub edilməz qardaşlar. Emil Rüfət Bakı çox qəribə insanlardır, yəni maraqlı insanlardır bunlar, çempiyondular, qalibdilər Amerikada. Hətta rəhmətlik prezidentimiz Heydər Əliyev cənabları Amerikaya gedəndə həmin bu qardaşlarla orada görüşmüşdü və onların əksləri də var. Sonra mən deməli bir kitab tərtib edilmişdim o vaxtlar. Deməli, kitabın adı Yaşamaq, Yaşatmaq, Yaratmaq. Həmin bu kitabda elə oldu ki, Emin Zeynalov mənim yanıma gəldi, həm mənə məlumat verdi. Bu 2 qardaş haqqında, Emil Rüfət boksçular haqqında, həm də onların əksini mənə götürdü ki, dedi ki, prezidentimiz Amerikada onlarla görüşüb, deməli, Emil Rüfət və Emil Rüfətin atası da onların yanındadır, bir yerdə mərhum prezidentlə əksləri vardı, görüşüblər və o şəkilləri, mən də burada bir məqalə hazırladım, bu kitabda çap edildim. Sonra öyle oldu ki, qismət oldu mənə, onlar Amerikadan Bakıya gəldilər, onlar gəldilər. Emin Zeynalov mənə xəbər verdi ki, bəs 2 qardaşlar gəlir və sizin haqqında onlara məlumat vermişəm, çox istəyirlər ki, sənə görüşsünlər və mən də onları dəvət edim, gəldilər Məşəqəri məscidinə. Özdə bu 2 qardaş ikisi də namaz qılan, imanlı, təqvalı, çox xoşum gəldi ki, bu cür, yəni imanlı insanlar, mən bunlarla tanış oldum, bunlar gəldilər Məşəqəri məscidində, o vaxt mən axund idim, gəldilər cümə günü Məşəqəri məscidinə və bu Məşəqəri məscidində deməli, həm namaz qıldılar bizimlə bir yerdə, həm də sonra onları mən bu zamanda qədəmgah var, Həzrət Əliya qədəmgahı, həmin qədəmgahı apardım, orada oranı ziyarət edilər və bir gündə bizim qonağımız oldular. Bu kitabda da onların əksini bizimlə görüşəndə 2 qardaşım, bu kitabda onların əksini mən görmüşəm. Deməli, bunlar elə məsciddə namaz qıldılar, Məşəqəri məscidində. Sonra elə oldu ki, qismət oldu ki, bir yerdə əks də götürdü ki, yadigarı. Çünki bunlar hamısı ibrətdir. Bunlar hamısı xatirədir ki, həqiqətən də əsl idmançı Allaha yaxın olmalıdır, Allahçı olmalıdır. Ki, bunlar bir nümunədirlər, bizim üçün bir yadigar, bir hədiyyədirlər. Məhəmməd Əli ilə bağlı mənim bir xatirəm də var, mənalı xatirəm. Bildiyiniz kimi, məşhur dünya çempionu, güləş üzrə olimpiya və dünya çempionu İmam Əli Həbibi
Mazandaran Pələngi ləqəbi ilə tanınan pəhləvan haqqında mən bir kitab yazmışdım və həmin o kitabı tərtib edəndən sonra elə oldu ki, qismət oldu, mən Mazandaranda 81 yaşlı İdman nəhəngi İmaməli Həbibi Mazandaran Pələngi ilə görüşmək mənə nəsib oldu, qismət oldu və yazdığım kitabı ona aparıb təqdim etdim və bir gündə bu pəhləvanın qonağı oldum və çox gözəl, şirin bir görüşümüz oldu. Bu zamanda, yəni ki, mən gedəndə, çünki gedməmişdən amma eşitmişdim ki, İmaməli Həbibi həm də İranda, Mazandaranda yaşayır, həm də Amerikada yaşayır, Amerikada evi var. Ona görə də o Məhəmməd Əli İslamda idman və boks şahı Məhəmməd Əli haqqında yazdığım kitabdan bir nüsxə götürdüm. Fikirləşdim ki, yəqin ki, onu tanıyar, çünki Məhəmməd Əli Amerikada yaşayır, o da Amerikaya gedib gəlir, orada evi var. Yəqin ki, onunla bir kitab ona hədiyyə eləyərəm, Məhəmməd Əli haqqında olan kitabımı. Və elə bu cürdə oldu və mən onunla həm söhbət oldum, İmaməli Həbibi ilə və dedim ona ki, bəs Amerikada bir Məhəmməd Əli adlı bir pəhləvan, boksçu var. Onun haqqında da mən bir kitab yazmışam. Onu da götürmüşəm sənə hədiyyə eləməyə. Aldı məndən baxdı və çox maraqlı bir xəbər mənə dedi. Dedi, əlbəttə ki, mən onunla görüşmüşəm. Həm Amerikada görüşmüşəm onunla, həm də Avstraliyada görüşmüşəm onunla. İslamı qəbul etməmişdən qabaq mən onunla görüşmüşəm bir yerdə və mənə o İslamı qəbul etmək fikrini danışdı və mən ona bir məsləhət verdim. Maraqlı bir məsləhət verdim buna. İmaməli Həbibi dedim, o nə məsləhət verdin ona? Dedim, ona ya İslamı qəbul edirsən, o zaman da sən adını dəyişsən, ad götürsən, Məhəmməd Peyğəmbərin və Əli əleyhissalamın adını götür. Məhəmməd Əli adını götür. O da bunu məndən qəbul elədi və onu, yəni ad götürməyi məsləhəti mən vermişəm ona. Mənim üçün bu çox maraqlı oldu və ki, bunu bilmirdim ancaq mən ki, bu adı ona təklif İmaməli Həbibi eləyib. Sonra da ondan da bir hədiyyə mənə qaldı. Yəni, mən öz yazdığım İmaməli Həbibi haqqında yazdığım Mazandaran Pələngi İmaməli Həbibi haqqında yazdığım kitabı İmaməli Həbibiyə təqdim eləyəndə çox xoşuna gəldi bu kitab və bu kitabı ona təqdim eləyəndən sonra o da deməli ki, mənim haqqımda da bir dənə kitab təxminən 30-35 yaşım olanda bir kitab çıxıb cəmi İranda. Mən də o kitabı saxlamışam, mən də sənə o kitabımı hədiyyə eləyirəm. O da mənə özü haqqında çıxan, deməli, bu kitabı ki, gör neçə il bundan qabaq, təxminən 35-30 yaşı olanda bu kitab yazılıb, onun haqqında İranda. Bu kitabı bağışladı mənə. Fərzəndi Şalizar, bu kitabın adı budur, yəni düyü tarlasının övladı. İlk kitab Sərgüzəşt İmaməli Həbibi Bəbr-i Mazandaran yazılıb. Bu kitab İmaməli Həbibinin haqqındadır ki, ona Bəbr-i Mazandaran, Mazandaran Pələngi deyərlər. Və burada həm də onun cavanlıq əksi də bu kitabda göstərilibdir ki, bu kitabda İmaməli Həbibi Mazandaran Pələngindən mənə bir yadigardır. Azərbaycanın güclü idmançıları olub, pəhləvanları olub, adlı sanlı. Azərbaycanda Qafqaz şiiri Rəşid Yusifov, Rəşid pəhləvan olub, Qafqaz şiiri deyiblər ona. Sarı Süleyman olub, Dağıstan şiiri deyiblər ona. Hətta Sarı Süleyman bizim Buzovna kəndində, Buzovnalı şair ağami ilə dost olub. Onların bir yerdə əksləri də var, Sarı Süleymanla. İnşallah o əksi də mən sizə təqdim edəcəyəm. Heç vaxt küreyi yerə değməyən, bizim bir pəhləvanımız olub Azərbaycanda, onun ləqəbi belə olub ki, heç vaxt küreyi yerə değməyən Məşədi Əbdüləli 6 aylıq Maşdağa kəndindən Bələnçiyinə bir
güclü pəhləvanımız olub ki, onun kürəyini heç kim yerə vura bilməyib. Hətta İranda Məşhəd ziyarətindən, İmam Rıza Aleyhisselamın ziyarətindən gələndə İranda Şahın sarayında xəbər veriblər ki, güləş var, pəhləvanlar güləşir. Məşəd Əbdüləli 6 aylıq pəhləvan gəliblər tamaşa eləməyə, sonra Şaha məlumat veriblər ki, Azərbaycandan burada bir pəhləvan var, o da güləşmək istəyir. Deməli, çıxıb Şahın pəhləvanı ilə bir pəhləvanı olub Şahın, İba pəhləvan deymişlər adına. Onun da kürəyini heç kim yerə vura bilmirmiş. Yəni, belə rivayət edirlər ki, onun da kürəyində əl şəkili olub. İmam əlinin izi olub kürəyi. Ona görə kürəyi yerə deyilmirmiş. Həmin o pəhləvan dizlərindən güzgü bağlayırmış ki, hər kim mənim əyağımı yerə götürsə, dizimi yerə vursa, güzgü sınsa, elə bilsin ki, mənim kürəyimi yerə vurur. Məşəd Əbdüləli 6 aylıq pəhləvan onu dizini yerə vurur və güzgülərini sındırır. Hətta 2 dəfə təkrar, yəni onu saymırlar, 2 dəfə təkrar güləşir, ikisində də ona qalib gəlir. Şahın xoşuna gəlir, çağırır onu, deyirsən, ne yiyirsən belə qüvvəlisən, əlini cibinə salır, əncir vurur soğura cibində, verir şaha. Deyir ki, mən bunu yiyirəm, qışda bunun qurusunu yiyirəm, əncirin, yayda yaşını yiyirəm, yumşağını. Yəni bu cür, yəni o dünyasını dəyişəndə, deməli, Məşəd Əbdüləli 6 aylıq ağsaqqallardan eşitmişəm, Hacı Mirzə Əbdülkərim Axundoğlu Başdağa kəndində onun cənazə namazı qılığına, cənazə namazını qılandan sonra üzünü tutub cəmaat deyib, ey cəmaat, görürsünüzmü, ən qüvvəli pəhləvan ki, Məşəd Əbdüləli 6 aylıqdır, həyatda bu insanın kürəyini heç kim yerə vura bilməyib. Amma görürsünüz, hamımız ölümə tabiyik. Görürsən, ölüm hamısı içindir. O dünyasını değişib, görürsən, necə rahat uzanıbdır. Yəni ki, ölüm hər şeyə qalibdir. Ancaq ölümün özünə də qalib olanlar var. Ölümə qalib Allahın əmridir. Allahın əmri ölümə qalib. Ona görə İmam Əli Həbibinin belə bir kəlamı var, sözü var ki, buyurub ki, anamdan mənə vəsiyyətdir ki, atam mənə vəsiyyət edib ki, oğlum, güləşmək, güləş sənəti müqəddəs peşədir. Amma məbadə olsun, rəqibivi şikəst eləyəsən. Heç vaxt rəqibivi güləşdə şikəst eləməklə. Bizim hal-hazırda da gözəl idmançılarımız, güclü pəhləvanlarımız var. Və onlardan mən istəyirdim qeyd edeyim Rəhim pəhləvanı. Rəhim pəhləvan, onun 2 oğlu Vüsal və bir də Tural ki, bunlar o vaxt 1998-ci ildə bunları mərhum prezidentimiz Heydər Əliyev cənabları ailəvi bu pəhləvanları həcc ziyarətini göndərmişdilər. Onlar gedib prezidentin hesabına həcc ziyarəti qılmışdılar. Və həmin ziyarətinə gələndən sonra Buzovna kəndini qonaq gəldilər. Məşəd Qərib məscidində məni ilə həm tanış oldular, həm də bizə qonaq gəldilər və deməli, mən də onlara xidmət elədim, Əliyağ ziyarətgahına apardım və bir gün bizim qonağımız oldular burada. Bunlar imanlı, bunlar da namaz qılan imanlı insanlar idilər və çox qeyri-adi onlarda istedad var idi, pəhləvanlıq istedadı var idi. Həmin bu cavanlar artıq Rusiyada yaşayırlar. İrkutsk, Novosibirsk, bütün demək olar ki, o ölkələrdə, yarışlarda, idman yarışlarında, yəni ki, güləşlərdə iştirak edirlər və müvəffəq olurlar. Allah köməyimiz olsun inşallah.
встать! Аплодисменты! Младший приходит на помощь старшему. Вот так всегда. Некоторая несогласованность в действиях помощников, но он скажет, что мы не достигаем того результата, к которому стремились. Когда-то очень давно в цирке этот трюк показывал Иван Поддубный, великий русский богатырь. Ну а вот сегодня из Азербайджана. Напомню, что сегодняшнее зрелище стало возможным благодаря горячему участию азербайджанской общины. Именно эта община подарила нам такое великолепное зрелище. Спасибо им. Ну, мы приготовили все для выполнения этого рекордного трюка. Внимание! Закладывается платформа. Трюка братьев Селиевых. Внимание! Аплодисменты. Вюсал Ардемиев.